Salam, hər vaxtınız xeyir olsun. Bugün Sərxan Rüstəmov da studiyamızdadır. Çoxdan bizə gəlib kitablar haqqında danışmırdı. Belə başa düşürəm ki, çoxdan kitab oxumurdunuz. Salam, salamlayıram sizə Nərmin xanım və bizi dinləyən hər kəs salamlayıram. Bugün biz sadəcə 24-cü kitabı müzakirə edirik. Yəni bu mövsümdə, sentyabrdan başlayıb indiyə qədər olan müddətdə. Bugünkü kitabımız əslində təxmini bir həftə, bəlkə də yazmışam yəqin ki 10 gün əvvəl. Təxminən 10 gün əvvəl başlamışam bu kitaba. Kitaba başlayandan sonra kitabdakı o çıxışlar, bir nəfər dostum tövsiyə etdi kitab mənə. Kitaba çıxışlar mənim çox diqqətimi çəkdi. Birincisi adamlar, 30 nəfər insan var, tanınmış insanlardır. Ümumiyyətlə, indi bu çıxışın müddətində mən çalışdım bu mesajları da çatdıraq həm biz dinləyənlərə. Həm təəssüfləndim, nəyə görə təəssüfləndim? Bəlkə də mən eşitməmişəm, siz bu medianın içində siz bilərsiniz. Azərbaycan universitetlərində, yəni məzuniyyət törənində necə olur? Yəni məzuniyyət törənlərində görəsən kimlərsə gəlib çıxış eləyirmi? Yəni mən rastlaşmamışam. Oxuduğum illərdə də oldu. Müğənni məsələn paylaşırlar ki, filan universitet filan müğənnini çağırdı. Blogerlər. Wow, Bəli ki, filan universitetdə filan müğənnini çağırdı. Yəni qəşəng konsert deyib içmək, tullanıb düşmək də. O da yaxşıdır. O da olsun. O da olsun, amma bu da olsun da mütləq. Yəni məsələn adamlar bu ənənəni qoruyurlar. İndi bu kitab 2025-də nəşr olunub. Və bu kitabdakı nitqlər 2000-ci ilin əvvəllərinə, yəni son 25 ilin nitqləri toplanıb bura. Və buradakı universitetlər, mən bir neçə adını çəkeyim. Buradakı universitetlər hansı universitetlərdir? Syracuse, Stanford, Pensilvaniya, Texas, Harvard, Kaliforniya Texnologiya Universiteti, Princeton, Berkeley, Harvard kimi, MIT kimi universitetlərin məzunları önündə olan çıxışlar. Və bu çıxış edənlər kimlərdir? Onların bir neçəsi adını çəkəcəm. Steve Jobs, Denzel Washington, çox sevdiyim aktyordur, ona görə onu oxumuşdum çox həvəslə. Sonra William McRaven, biz bunun kitabını, yatağını düzəlt, yatağını topladığı bir kitabını oxumuşduq, müzakirə eləmişdik. Ray Bradbury, Jeff Bezos, Steven Spielberg, məşhur rejissor, Larry Page, Google-un yaradıcısı, Tim Cook, Apple-ın ikinci CEO-su, Elon Musk kimi tanınmış insanlar var burada. Və düşünün ki, bu insanlar çıxırlar auditoriyanın qabağına, həyata atılacaq məzunlara gözəl mesajlar verirlər və bu insanlar həyatda özlərini əməlləri ilə, gördükləri işlərlə ortaya qoyub təsdiqləmiş insanlardır. Yəni bunların üstləri daha təsirli olur məzun üçün. Var ki, yəni universitetin təbii ki, rəsmi şəxsləri də danışmalıdır. Yəni ağsaqqalvari söhbətlər olmalıdır. Amma yəni məsəl üçün düşünün ki, bir dənə rektor çıxır. Rektor daha çox rəsmi şəxsdir. Onun nə qədər isə ki, ağıllı olan uşaqlar, yəni gələcəkdə sizi yaxşı şeylər gözləyir, çalışın. Bir var bunu rektor desin, hər hansı dekan desin. Bir var bunu ölkə səviyyəsində tanınan, öz uğurlarına söz deyən insandır. Yəni, bu bizdə olsa məmlən bu ənənə, varsa mən bilmirəmsə nə yaxşı. Çox sevinirəm buna. Biz necə olur? Belə spikerlər dəvət edirlər, amma məhz məzuniyyət günü xüsusi qonaq falan mən görməmişəm. Məzuniyyət törənində və orada çox maraqlıdır ki, mən bəzilərini çox maraqlı gələnləri açıb YouTube-da tapıb videosuna da baxdım onların. Yəni o qədər bir səmimi bir atmosfer var ki, orada Nərmin xanım. Yəni belə məsəl üçün açıq bir havadır, yaşıllıq, otluğun üzərində məzunlar əyləşiblər, ayaq üstədilər. Spiker çıxır və bu təxminən çıxışlar belə deyim də 15 dəqiqədən ötmür. Yəni harasa çünki mətn də, yəni yazı hissəsi də 5-6 səhifədir. Yəni da aldı sazı görək nə dedi olmur da bu çıxışlar. Olur belə adam ürəyini üzürlər yəni tədbirdə. Var axı insan məsələn çıxır şeyə, mikrofonu əlinə verən kimi başlayır çox danışmağa. Əl çəkmir, uşaqlar bütün yorur. Yəni amma qısa, konkret, hədəf nöqtə atışları eləyiblər. İndi bu kitabın adı həyatınıza istiqamət verəcək 30 seçmə. 30 seçmə nitqdir. Bəli. Yəni həmin indi minlərlə yəqin ki nitq olub bu günə qədər içindən seçiblər, 30-unu bu kitabda toplayıblar. Oxuduqlarınız arasında ən maraqsız nitq kimdə idi? Maraqsız deməzdim. Mən belə baxıram. Maraqsız deməzdim. Sadəcə olaraq daha fəlsəfi yanaşıbdı deyə mən fikirləşirəm ki, yəni görəsən bunu dinləyən məzunlara nə qədər bu söhbət tutublar. Çünki məzuniyyət törəni elə bir törəndir ki də, orada sən daha həyəcanlı olursan, tez bitsəydi, diplomu da alardıq. Yəni orada artıq giriş hissə, vurucu söz, təbii ki o adamın şəxsiyyəti önəmlidir. Bəlkə də mən fikirləşirəm ki, mənim tanımadıqlarım da var içində çox da. Bəlkə də mən onu tanımıram deyə onun yazısı mənə qədər diqqət çəkmir. Məsələn, mən tutaq ki, buradan Denzel Washington oxuyuram, onun kinolarını çox izləmişəm. Onun hər bir cümləsi mənim üçün maraqlı gəlirdi. Biraz o da var. Yəni sən ona görə də çağıracağın qonaq da çox önəmlidir. Bəlkə də onların o nitq çağırdı və çox maraqlı şey odur ki,
qonaqların əksəriyyəti həm universitetlərin məzunları olurlar. Yəni nə vaxtsa bu universitetdən məzun olur bu adam. Hal-hazırda tanınmış nəsə bir şəxsdir də. Bu çox önəmlidir. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Kitab bloqeri Sərxan Rüstəmov da studiyamızdadır. Bizə oxuduğu axırıncı kitab haqqında danışır. Bu kitab isə həyatınıza istiqamət verəcək 30 seçmə nitq kitabıdır. Və Sərxan, birinci onda kimdən başlamaq lazımdır? Mən düşünürəm ki, indi burada oxuduqlarımın məni diqqətimi çəkən hissələrini onsuz da burada işarə eləmişəm. Amma bu tip kitabların üstün cəhəti ondan ibarətdir ki, yəni bu bir roman kimi bir ilk səhifədən sonuna qədər oxumağa ehtiyac yoxdur. Yəni hər gün alarsan bir sevdiyin insanı, diqqət çəkən insanı alıb oxuyarsan, 5-6 səhifədir. Və uzun müddət davamlı kitab oxumağa da səbri çatmayan insanlar var. Oxu vərdişi yoxdur, yorucu olur, yorğun olur və s. Hər gün həftə bir dəfə açıb bir nəfər oxuyursan, 5-6 səhifə düşünürəm ki, oxumağa kəsin vaxtı var. Üstünlüyü ondan ibarətdir. Məsəl üçün burada çoxdur çıxışlar. Mən onsuz çıxışlardan ən maraqlı cümlələrin altını xəttləmişəm. Onları biraz oxuyacağam. Məncə bu George Sanders var. O Booker mükafatı alıb ədəbiyyatda yazıçıdır. Onun çıxışlarından məsəl üçün bir neçə cümləni istərdim oxuyum. Əgər övladlarınız olsa, bu eqonun itməsi prosesini sürətləndirəcək. Onlar yaxşı olduqları müddətcə sizin başınıza nə gəldiyi həqiqətən əhəmiyyətsiz olacaq. Valideynlərinizin bugün qürurlu və xoşbəxt olması səbəblərindən biri budur. Onların sizinlə bağlı böyük arzularından biri gerçəkləşdi. Sizi inkişaf etdirən və bundan sonra həyatınızı əbədi olaraq zənginləşdirəcək çətin, konkret bir şeyi məzun olmağı bacardınız. Yeri gəlmişkən hamınızı təbrik edirəm və burada çox xoşuma gələn şeylər Nərmin xanım. Bu speechlər, bu nitqlər tərcümədə, azərbaycanca tərcümədə başlanğıc mənasına gəlir. Yəni hər kəs vurğunu, yəni həyat indi başlayır mənasına. Bizdən gəlir məsəl üçün məktəbi qutaran ərəfədə uşaqlara deyirik ki, universitetə gir, istədiyin qədər oynayarsan. İstədiyin telefon elə deyil axı. Universitetə girəndən sonra daha da çətin olacaq. Telefon eləməyəcəksən yəni. Bəs universitet məzuniyyət, yəni universitet bitirsən, sonra maşın alacağam. Amma elə deyil. Bunların nitqlərin hamısı, yəni sən həyata atılırsan, yolumu düzgün seç, səhv eləməkdən qorxma, əzmkar ol, çalış, rəqabət, hamısı yəni bu mesajı verirlər. Yəni bu mənim xoşuma gəlir. Müvəffəq olmaq siz dırmaşdıqca yüksələn bir dağa bənzəyir və ən böyük suallarınız cavabsız qalarkən müvəffəq olmanın bütün həyatınızı ələ keçirmək təhlükəsi yaranır. Yəni hamısı nə deyir? Yəni sən buranı qutardın, əla, super universitetlərdir də, sən əjdahasan demirlər. Yəni sən qurtarmısan, sənin kimi yüzlərlə, minlərlə insan universitet qutarıb, amma sən bu əmək bazarında bacarıqlı ola biləcəksənmi? Və çox maraqlıdır ki, bunların hamısı məsələni daha çox pul qazanmaq və yaxud da ki, nəsə uğurlu olmaqdan daha çox həyati məqamların üzərində qoyurlar. Yəni anı tuta bilmək, yaxın ailə qohumlarla münasibətlər, insan qala bilmək. Yəni siz buranı oxumusunuzsa, az çox nəsə qazanacaqsınız, acından ölməyəcəksiniz deyirlər, amma həm də insan qala biləcəksiniz. Bax, önəmli olan budur. Yəni bu məsələn sizin indi qeyd etdiyiniz cümlələrin içində biri çox xoşuma gəldi. Ən böyük suallarınız cavabsız qalacaq. Bu qeyri-müəyyənlikdə də yaşaya bilmə, davam etmə bacarığını inkişaf etdirəsində. Və məsələn burada indi Steve Jobs var, indi Apple şirkətinin təsisçisi adamı yəqin ki onu tanıyır. O məsəl üçün burada vurucu cümlələrdən birisi budur ki, vaxtınız məhduddur. Ona görə də başqasının həyatını yaşayaraq boşuna sərf etməyin. Doqma ilə, başqa insanların düşüncəsinin nəticələri ilə yaşamayın. İmkan verməyin ki, başqalarının fikirlərinin səs-küyü öz daxili səsinizi boğsun. Nə gözəl bir məsləhətdir və bunu sənə kim deyir? Yəni dünyanın ən tanınmış şirkətinin, yəni deyək rəhbəri deyir. Və o təbii ki, o şirkətlərin necə gəlməyi, Apple-ın niyə belə uğurlu olması ilə bağlı da danışır. Universitet vaxtları deyir, dərslər mənə sıxıcı gəlirdi. Mən getdim deyir, kalliqrafiya, xəttatlıq öyrənməyə başladım. O xəttatlıq öyrənməyim sonra o Məqdəki şriftlərin daha səliqəli olmasını ortaya çıxardı. Nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiniz. Onları yalnız geriyə baxarkən birləşdirmək olar. Ona görə də inanmalısınız ki, nöqtələr gələcəkdə necəsə birləşəcək. Nəyəsə güvənməlisiniz. Öz daxili hissiyatınıza, taleyinizə, həyata, karmaya, nə olursa olsun. Çünki nöqtələrin yolda necəsə birləşəcəyinə inanmaq sizə ürəyinizin ardınca getmək, qəlbinizin səsini dinləmək üçün inam aşlayacaq və bu inam böyük fərq yaradacaq. İşiniz həyatınızın böyük bir hissəsini dolduracaq və işinizdən həqiqətən məmnun olmağın yeganə yolu əla iş hesab etdiyiniz şeyi görməkdir.
burada bir cümlə var. 3-cü hekayəm ölüm haqqındadır. Təxminən 17 yaşım olanda bir kəlam oxudum. Əgər hər günü son günün kimi yaşasan, nə vaxtsa mütləq haqlı çıxacaqsan. Bir şey sözdür də və bu səhv xatırlamırsam Steve Jobs tez yaşında, yəni vəfat eləyibdi. O xərçəngdən səhv vəfat eləyibdi. 55 2011 arası 56 yaşında vəfat eləyib yəni. Bu sözlər məndə müəyyən təəssürat yaratdı və o vaxtdan bəri son 33 ildə hər səhər güzgə baxanda özümdən soruşmuşam. Əgər bu gün həyatımın son günü olsaydı, hazırda görmək istədiyim işi həqiqətənmi görmək istəyərdim? Və nə vaxt ki, cavab dalbadal bir neçə gün xeyr olub, bilmişəm ki, nə isə dəyişməliyəm. Öləcəyimi yada salmaq həyatda böyük seçimlər etməyimə kömək göstərən ən vacib vasitədir. Çünki hər şey, bütün gözləntilər, təkəbbür, xəcalət duyğusu və uğursuzluq qorxusu ölüm qarşısında sadəcə yoxa çıxır və yalnız həqiqətən vacib olanlar qalır. Və bunun sloqanı var, Apple-ın, yəni bu Steve Jobs'un deyir ki, vida mesajı belə olub, ac qalın, axmaq qalın. Bunu özü şeydən götürüb, başqa bir tanınmış şəxsdən götürüb. Mənası odur ki, yəni həmişə axtarışda olun da. Mən bunu artıq bildim, bu yetərdir, bu kifayətdir deməyin. Yəni bəzi mövzularda mən özünüzün cahil olduğunuzu yadda saxlayın. Çünki insan cahil olduğunu düşünməyəndə, məlumatçı olduğunu düşünməyəndə öyrənmək ehtiyacı hiss eləmir. Bir ki, mən olsa hər şeyi bilirəm. Sonra burada əslində hamısı oxunacaq. Məsələn, Denzel Washington deyim, çox bu arada maraqlı, çox sevdiyim bir aktyordur. Filmlərinin demək ki, əksəriyyətini izləmişəm. İzləməyənlər varsa izləsinlər. O 21-ci əsrin ən yaxşı aktyoru seçilib. Müxtəlif, yəni Oscar, Qızıl Globus və sair mükafatlar alıb. Onun deməli sloqanı irəliyə doğru addımlayındır və çox maraqlıdır ki, mən ən çox diqqətimi çəkən şey nə oldu? Bu insanların bəziləri, mənim oxuduqlarımın əksəriyyəti yəni həyatda hal-hazırda uğur qazandıqları peşəni, rolu, nə bilim 25, 30 və sair yaşlarında tapıblar. Yəni bizdə necədir? Məsələn, 9-da oxuyan uşaq bilir ki, məsələn, həkim olacağam da. 9-da oxuyan uşaq bilir ki, hüquqşünas olacağam. Oraya getmək istəyir də. Amma bunları biz bilib ki, valideynlərin də, cəmiyyətin də, mühitin də bir rahatlığı var. Yəni məsəl üçün oxudun universiteti, hansısa fakültəni bitirdin, yəni şərt deyilsən ölənə qədər orada işləməlisən. Yəni fərqli yollar yoxla. Məsələn universitet 1 il gecikir, 2 il gecikir. Məsələn biz dinləyənlər arasında yəni ki, abituriyentlər və abituriyentlər valideynləri var. Ölüm qalım məsələsinə çevirməmək lazımdır yəni bunu da. Uşaq kəsilə bilər. Yəni bu dünyanın axırı deyil. Bəlkə gedib o başqa sahədə xoşbəxt olacaq. Yəni bəlkə başqa bir peşə məktəbində oxuyacaq, bəlkə bir sənət öyrənəcək, bərbər olacaq, aşpaz olacaq. Yəni mütləq bir diplom alıb xoşbəxt olmaq olur da. Bu da çox önəmli şeydir. Ona görə mən həm də valideynlərə, biz dinləyənlərə demək istərdim ki, yəni övladlarımız onsuz da bu yəni iyun ayıdır da, yəni bir ay qalıb və imtahana əksəriyyət verilib, hətta təkrar cəhd olacaq iyulda. Yəni övladların biraz üstünə gəlib olaraq stresə salmağa, onları sıxma boğmaya salmağa ehtiyac yoxdur. Məsələn, bugün indi bizim oğlum 4-də oxuyur, onlarda monitoring imtahanı var idi, məktəblərdə monitoring keçirilir. Oğlumdan bir-iki dənə sual cavab elədim, gördüm ki, bəzi şeylər bilmir. Dedim ki, gecdə yatmaq vaxtıdır, dedim, Məhəmməd əmin, yəni vaxtda artıq biz bugünə qədər oxumuşuq da, indidən sonra xeyri yoxdur. Yəni. Nə bilsən, yeyib yazarsan da, indi nə edək? Çünki bu uşaq yəni ki, sıxma boğmaya, bu uşaq oxuyubsa, oxuyubdur. Oxumayıbsa da, yəni sən nəyisə düz eləməmisən də vaxtında. Yəni uşağı düzgün istiqamətləndirməmisən də, bu uşağın diqqətini elmə, dərsə, təhsilə vermək bacarığı, potensial səndə olmayıb. Hər deyəcəksən ki, mən hər şey elədim, kompüter aldım, kitab aldım, nə aldım, filan aldım. Amma sən uşaq vaxtı nə isə boş buraxmısan da, uşaq vaxtı elədiyin səhvlərin, o toxum əkərkən atdığın səhvlərin nəticəsini yetkinlikdə görürsən. Yəni 10-11 uşaq səni saymır yəni. Vecinə almır. Nəyə görə? Çünki vaxtında biz onu vecinamıza almamışıq. Onun suallarını cavablamamışıq, ona vaxt ayırmamışıq, onun sözünü kəsmişik bəlkə də. Yəni ona görə də bu çox önəmli şeydir. Yəni valideyn övladına güvənməlidir. Mən səni hər şeyimlə sevirəm. Yəni sən universitetə girməsən də mənim övladımsan. Sən universitetdən kəsilsən də mənim övladımsan. Pis qiymət alsan da mənim övladımsan. Yəni bu çox önəmli şeydir. Yəni çünki biz sonra bunun çox böyük fəsadlarını görürük. Uşaqlar məsəl üçün yanlış hərəkətlər eləməyə başlayırlar. Mən demək istəyirəm, nə etmək istəyirəm. Universitetdən kəsilir, pis yola düşür, ağlına hər cür özünə xəta yetirmək kimi şeylər gəlir. Bu mənada valideynlər, müəllimlər çox diqqətli olmalıdır. Uşağı çox sıxmaq da doğru deyil. İndi bu aktyorun sözündən danışsaq, mən düşünürəm ki, bu Denzel Washington deməli nənəsinin ya qaynanasının yanında gözəllik salonunda işləyibdi. Yəni qadın gözəllik salonunda işləyib bu adam.
Elə o karyerasında mən nəçiyəm öyrənmək üçün və orada nənəsinin müştərilərindən biri buna deyib ki, səndən yaxşı aktyor olar deyib. Aha. Bu buna İnanıb. Buna inanıb da, beyni birdən qeyb, həqiqətən də mənə bəlkə başlayıb belə müraciətlər eləməyə, kastinqlərə və sair gedir və sonra həqiqətən də tanınmış aktyor olur. Deyir ki, bir neçə bərbərxananın qarşısında kifayət qədər gözləsəniz, nə vaxtsa saçınızı kəsəcəklər. Heç vaxt sahib olmadığın bir şey əldə etmək üçün əvvəllər heç vaxt etmədiyin bir şey etməlisən. Nə gözəl sözdür bax. Heç vaxt sahib olmadığın bir şey əldə etmək üçün əvvəllər heç vaxt etmədiyin bir şey etməlisən. Yəni həmişə elədiyin şey edirsənsə, sən həmişə bir şeylərə sahib olacaqsan. Bəli. Reallaşdıra bilmədiyiniz potensialınızın, bu çox maraqlıdır. Deməli bu deyir motivasiya natiqi Les Brown'un çıxışındandır da. Deyir ki, təsəvvür edin ki, ölüm yatağındasınız. Hər şey ölümə bağlıdır amma və çarpayınızın ətrafına ruhlar toplaşıb. Reallaşdıra bilmədiyiniz potensialınızın ruhları, heç vaxt həyata keçirmədiyiniz ideyaların ruhları, heç vaxt istifadə etmədiyiniz istedadların ruhları və onlar çarpayınızın böyründə dayanıb sizi qəzəbli, məyus və pərişan nəzərlərlə süzür. Biz sənin yanına gəlmişdik. Çünki sən bizi həyata keçirə bilərdin, amma indi biz səninlə birlikdə məzara getməliyik. Sərxan, indi ağlayacağıq hamımız. Mən kövrəldim. Həqiqətən də bu çox qəşəng kitab. İstəyirəm bunu hər kəs oxusun. Çünki bu kitabın mən nə bilim 10%-ni falan danışıram da. Çox belə təsirlidir. Nə deyə bilərdim? 20 yaşım vardı. Özüm də universitetdən qovulmuşdum. Düşündüm ki, görəsən bu bəsrətli qadının mənim 1.8 orta balımdan xəbəri varmı? O müştəri buna deyir ki, cavan oğlan, mənim bir öncə görməm var. Ruhani bir öncə görmə. Sən dünyanı gəzəcəksən və milyonlarla adam səni görəcək. Bu oxuyanda gülmüşdüm deyir, görəsən mənim orta balımdan xəbəri var mı? 1.8 balım məktəbdən qovublar universitetdən. Amma bəlkə də qadın haqlı idi. Həmin yay Connecticutdakı bir düşərgədə məsləhətçi işləyirdim və biz düşərgə uşaqları üçün istedad şousu təşkil etmişdik. Şoudan sonra başqa bir məsləhətçi yaxınlaşıb mənə demişdi: "Heç aktyor olmaq barədə düşünmüsən?" Bu gibi ki, adi lagerlərdə könüllü kimi işləyir, uşaqlara teatrlar göstərirlər də. Səndə bu yaxşı alınır. Həmin payız Fordhamə qayıtdım, ixtisasımı yenidən artıq sonuncu dəfə dəyişdim və sonrakı illərdə gözəllik salonundakı qadının öncə görməsindəki kimi həqiqətən də dünyanı gəzdim və çəkildiyim filmlər vasitəsilə milyonlarla insan məni gördü. İcazə verin, sonda söyləyəcəyim bir fikirlə çıxışımı bitirim. İllər öncə Philadelphia adlı bir filmə çəkildim. 1993-cü ildə çıxan film Tom Hanks'in canlandırdığı QİÇS xəstəsi olduğu üçün hüquq şirkətində işdən çıxarılan bir adam haqqındadır. O firmanı məhkəməyə vermək istəyir. Lakin heç bir vəkil onun işini götürmür, ta ki pula həris bir vəkil, yəni mən işə götürənə qədər belə davam eləyir. Yəni bu Denzel Washingtondan bu qədər. Sonra burada biz daha öncə kitabını oxuduğumuz, Yatağını Topla kitabını oxuduğumuz ABŞ deməli dəniz piyadalarının uzun müddət komandiri olmuş, xüsusi təyinatlı McRaven'ın, generalın, admiralın çıxışı var. Həmin o 10 həmin kitabda müzakirə etmişdim, onu çox oxumaq istəmirəm. 10 maddə burada sadalanır. Əslində həmin kitabda bu çıxış əsasında yazılır. Amma ola bilər də kimsə eşitməyib. Eşitməyibsə, yaxın bir cümlə oxuyum oradan. Çünki o maraqlı idi. Bu əslində 10 addım var orada, belə deyim. O adam birincisi budur ki, dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə çar payınızı qaydaya salmağa başlayın. 2 oydur ki, dünyanı dəyişmək istəyirsinizsə, sizə avar çəkməyə kömək edəcək yoldaşlar tapın və bunların hamısını da öz o təlim müddətindəki çətin mühitlə əlaqələndirərək danışır. Dünyanı dəyişmək istəyirsinizsə, insanları ürəklərinin ölçüsünə görə qiymətləndirin, üzgəclərinin ölçüsünə görə yox. Onların komandasında deyir, balaca boylular həmişə birə çıxırdılar. Biz onlara bir gülürdük ki, bunlar balacalar udacaqlar, amma onlar daha inanlıydılar. Dünyanı dəyişmək istəyirsinizsə, şəkərli peçen olmaqdan qurtulun və irəliləməyə davam edin. Dünyanı dəyişdirmək istəyirsinizsə, sirkdən qorxmayın. Bunları mən uzatmaq istəmirəm. Bunların hamısının açılışı var. O xüsusiyyətlərdə tutaq ki, nəyisə səhv eləyəndə deyirlər, get dənizə gir, paltarla dənizə girirdin, sonra qumda sahildə yumalanırdın, belə yerə yıxılırdın və üstün bütün qum olurdu. Və sən gün ərzində qumla gəzməliydin. Hər kəsə bilirdi ki, sən nəyisə düzələməmisən də, sən bir olurdun peçenya. Səni peçen olurdu, həm də səni qürurunu sındırırdılar ki, yəni sən psixologiyatdan hazır olmalısan hər şeyə. Müharibədə çünki hər şey ola bilər də. Yəni mən həm də nəyə görə tam oxumuram? Qoy insanlara maraq yaransın. Bu kitabı alıb özləri oxumaq istəsinlər. Çünki sadəcə dinləməklə təəssüf ki, hər şey öyrənmək olmur. Sonra burada növbəti çıxışlardan birisi kimdir? Ray Bradbury var. Onun 451 Fahrenheit kitabı məşhurdur.
Görüm oradan nəyisə qeyd eləmişəmmi? Məsəl üçün bir cümlə var. Ömrün sonuna yaxınlaşarkən geriyə dönüb baxanda və görəndə ki, bu həyatın böyründən ötüb keçmisiniz, yaşadığınız hər anın dəyərini bilməmisiniz, əgər belədirsə, deməli onu yelə vermisiniz. Hər şey belə həyatın sonuna bağlanır. Amma həqiqətən də reallıq... Bu motivasiya kitabıdır. Amma reallıq budur da, həqiqətən. Yox, bizi çünki doğrudan o motivasiyadır da. Birdən hər şey bitər, mən çatdırmaram, istədiyim həyatı yaşamaram. Bəli, doğru qərar verməliyik bəlkə. Sonra burada bir niza qoyduğum bir hissə var. Atam məni çox sevirdi, sadəcə bunu dilə gətirməmişdi. Bəlkə sizin ailəniz də belədir. Bunu oxuyandan sonra siz xanımlar onsuz da nə etməli olduğunuzu bilirsiniz. Amma siz bəylər öz sevginizi yönləndirməyi bacarmalısınız. Bugün gedib atanıza baş çəkməyinizi, ona sarılmağınızı istəyirəm. Onu qucaqlayın, hər yanağından öpün, deyin ki, atacan, həyatım üçün təşəkkür edirəm. Burada olduğun üçün təşəkkür edirəm. Səni çox sevirəm. Sizin üçün çox önəmli bir an olacaq. Sizə bu sevgini hədiyyə edirəm. Hədiyyə verirəm ki, siz də onu atanıza çatdırasınız. Həqiqətən də çox təəssüf olsun ki, biz kimi valideynləri həyatdadır. Onlar yəni bunu eləyə bilərlər. Biz bəzən ki, o səni sevirəm sözünü demirik, hərəkətlə göstəririk, qucaqlayırıq. Bunu kişilər daha çox etmir. Kişilər etmirlər. Xüsusən anaya qarşı da yenə biraz göstərə bilər, amma ataya qarşı sanki bir soyuqluq var. Yəni çox bana maraqlı bir şeydir yəni. Və ona görə də kişilər adətən nəvələrini çox sevirlər, fikirmisiniz? Yəni o övladına göstərə bilmədiyi o sevgini nəvəsi ilə keçirmək istəyir, belə deyək. Sonra burada maraqlı çıxışlardan Dalai Lama'nın çıxışı var. Məsələn, məşhur buddizm liderlərindən birisidir. Nobel sülh mükafatı laureatıdır. Sonra burada var Angela Merkel, Almaniyanın baş naziri olmuş şəxsin çıxışı çox təsirli idi. Bu da Harvard Universitetindəki çıxışıdır. Deməli, o deyir ki, görün buradan hansı hissə var. Məsəl üçün, bu çox gözəl cümlədir. Deyir ki, mənim siyasətə başlayarkən ki, sanki bir devizim idi də. Nələr edə biləcəyimizlə özümüzü təəccübləndirək, nəyə qadir olduğumuzu ortaya qoymaqla özümüzü heyrətləndirək. Nə gözəl sözdür. Bir də oxuyun, mən tamamladım. Nələr edə biləcəyimizlə özümüzü təəccübləndirək, nəyə qadir olduğumuzu ortaya qoymaqla özümüzü heyrətləndirək. Yəni insan öz gücünü görmək. Bəli, bəzən insan öz gücündən xəbərsiz olur da. Yəni ki, o bəzən çətinə düşəndə sanki reallaşır, ortaya çıxır insanın gücü. Bəs bunların arasında kimsə məsələn deyibmi, mən bu qədər uğur qazandım, bu qədər məşhur. Yox, sadəcə təklik. Yəni məsələn birinci olmaq təklik demə. Təkəm, özümü pis hiss edirəm. Belə deyənlər olur. Çünki hətta elə deyirlər axı. Mən oxuduqlarımdan bəlkə də olub mən o hissə mənə diqqətimi çəkir. Məncə yox. Yəni bizim burada Federerin də çıxışı var. İndi vaxt çatsa, vaxtımız var yəni oranda oxuyacağam. O da çox təsirli idi. Burada məsəl üçün Jeff Bezos var. Çox maraqlı. Jeff Bezos birisi də məşhur Amazon şirkətinin qurucusudur. O bu işə bu nə deyəcəm çox maraqlı gələcək sizə. Bu işə kitab, onlayn kitab satışla başlayıb da Amazon şirkətinin deyək ki, özəyi belə olar deyək. Deyir ki, bu deməli bir gün bir maşına gedirdik. 10 yaşında düşün, bax bu çox maraqlıdır. Mən də 10 yaşım olanda babamın yanında, nənəmin yanında gedib işləyirdim deyir yay tətillərində. Bir gün deyir biz maşınla səyahət edirdik, babam, nənəm və mən. Nənəm deyir öndə deyir siqaret çəkirdi deyir. Və o da radioda da mən eşitmişdim ki, deyir, siqaret çəkmək insan ömrünü neçəsə il azaldır və s. Nənəm deyir siqaret çəkəni, məndə də bir qəribə bir statistika şey var idi, marağı var idi. Hesablayırdım ki, bu nənəm neçə siqaret çəkdi, onun ömrü nə qədər azaldı. Nənəmə belə başım uzadım, nənə, sən ömrünü 9 il azaltdın. Düşündüm ki, ya deyəcəklər ki, yəni sən yaxşı hesablayırsan falan, ya deyəcəklər ki, yəni yaxşı da get ayana falan. Nənəm bir başladı ağlamağa gözlənilməz halda. Babam deyir maşını verdi yolun sağına, saxladı. Arxa düşdü, arxa qapını açdı, mənim maşından düşürdü də. Mən də gözlə məni döyəcək, necək? Qapını bağladı, mən dedi ki, bu çox gözəl cümlə, çox xoşuma gəldi. Nə qədər valideyn bunu deyir ki, Jeff, bir gün anlayacaqsan ki, nəzakətli olmaq ağıllı olmaqdan daha çətindir. Ay, çox gözəl. Nə gözəl söz. Yəni sən deyinişi haqqı ola bilər. Kimsə səhvini belə düzəldəndə bu nəzakətlə utandırmamaq, incitməmək. Nə gözəl bir əxlaq dərsidir də. Və Jeff Bezos bu çıxışında deyir ki, sizə istedad verilən bir hədiyyədir. Amma nəzakəti özünüz qazanmalısınız. Bir də məsələn bəzən insanlar ondan qürur duyur ki, mən beləyəm də, sözün düzünü üzə deyirəm. Nə üzə deyirəm? Haqq tərəfdarıyam. Hə. Yəni amma incidirsən. Özünü sevdiyi insanı incitmək olmaz axı. Sözün düzünü get nə bilim, başqa yerdə dinəndə. Yəni ki belə. Sonra burada var ki, nə var burada? Hə. Gəlin sizə bir şey də deyim. Yəni yeni söhbətlərə gəlirik. 80 yaşa çatanda və tam sakit halda
tək başına oturub həyat hekayənizi özünüzə danışanda görəcəksiniz ki, onun ən yadda qalan və mənalı hissəsi sizin seçimlər silsilənizlə bağlıdır. Nəticədə biz öz seçimlərimizik, öz seçimlərimizdən ibarətik. Bu seçimlərlə özünüz üçün gözəl və möhtəşəm bir həyat hekayəsi yaradın. Təşəkkür edirəm və sizə uğurlar deyir. Elə bitirir Amazon şirkətinin təşkiçisi. Ki seçim edə bilin. Sadəcə reaksiya verməyin baş verənlər. Bəli, öz seçimləriniz olsun, öz seçimlərinizi etməkdən çəkinməyin deyir. Sonra burada kim var? Spielberg var. Steven Spielberg məşhur rejissor. O məşhur filmlərdən Schindler List, Jurassic Park kimi filmlərin rejissoru olub. Onun gözəl bir söz var, deyir ki, həyatı xarakteri müəyyənləşdirən anlardan hörülmüş uzun bir zincirdir. Həyat xarakteri müəyyənləşdirən anlardan hörülmüş uzun bir zəncirdir. Və buradakı adamlar bəziləri həmin universitetin tutaq ki, məzun olublar, orada oxuyublar, bəziləri isə universiteti oxumayıblar, yəni heç universitet təhsilləri də yoxdur. Amma adamlar gəlib dünyanın ən məşhur universitetlərində məzunlar öndə çıxış eləyəcək səviyyəyə çatdırıblar özlərini və bunların təcrübəsi nə qədər maraqlıdır. Belə, sonra burada nə var? Qalanlarımız isə biraz çalışmalıyıq. Bizi əhatə edən sosial media ancaq burada və indidən ibarətdir. Mən öz ailəmdə uşaqlarımı geriyə baxmağa məcbur etmək üçün mübarizə aparıram. Çünki öz kimliklərini anlamaları üçün əvvəlcə bizim kim olduğumuzu, nənə-babalarının kim olduğunu, onlar buralara köçüb gələrkən bu ölkənin necə, nə vəziyyətdə olduğunu anlamalıdırlar. Bu deməkdir ki, biz hamımız öz hekayəmizi danışmalıyıq. Həyatımızın xarakteri müəyyənləşdirən anlarında rahatlığın və ya mənfəətin əxlaqi dəyərlərinizi üstələməsinə imkan verməyin. Bir-birinizlə əlaqə saxlayın. Bu çox xoşuma gəldi. Odur ki, məzun olduqdan sonra ailənizdə və işinizdə onların əməllərinin işığını əks etdirin və bu fədakarlığa layiq olun. Çox xahiş edirəm, bir-birinizdən əlaqə saxlayın, göz təmasını itirməyin. Bəlkə də bunu media üçün məzmun yaradan birindən eşitmək qəribədir. Amma biz bir-birimizin gözlərinə baxmaqdan çox cihazlarımıza baxmaqla vaxt keçiririk. Əgər bu gündən heç nə xatırlamasanız belə, ümid edirəm, insan əlaqəsinin vacibliyi haqqında dediklərimi xatırlayacaqsınız. Həm də ümidvaram ki, son 4 ildə çoxlu belə təcrübəniz olub. Çünki bu gün siz növbəti nəslin dayağı olmaq yolunda ilk addımlarınızı atırsınız. Yəni bu qədər qlobal bir problemdir ki, hazırda insanlar bir-birinə ünsiyyət qurmur, gözün içinə baxmır, danışmır, təmasdan çəkinir. Bəli, hətta məsələn deyim ki, bax bu ən son oxuduğum çıxış Spielbergin çıxışı təsəvvür edin ki, 2016-cı ildə olub. Yəni bundan 10 il əvvəlki çıxışdır. 10 il əvvəl bu belə idisə, mən düşünürəm ki, indi daha da bərbad vəziyyətdə. Bəli, hər kəs ChatGPT ilə danışır. Yəni ChatGPT ilə danışır, sosial medianın içindədir. Yəni biz məsəl üçün öz həyat yoldaşımızla, öz övladımızla vaxt keçirmirik də. Çox təəssüf olsun. Yəni bunun əsiri olmuşuq. Çox maraqlı bir video çıxdı qabağıma, Nərmin xanım. Deməli, belə anadır, oturublar, uşaq da oturub burada restoran kimi, bir kafe kimi yerdədirlər. Ana evi telefondan məşğul deyə. Telefon belə hörümçək kimi ana üzünə yapışır belə. Uşaq orada ağlayır, uşağa fikir vermir. Sonra bir dənə başqa telefon gəlir, o da uşağın üzünə yapışır, uşaq sakitləşir. Yəni həqiqətən restoranlarda fikir verin uşaqlı ailələrə. Anada atada bir telefon, uşaqda bir iPad ya da telefonda da ona baxır. Ortada bir söhbət, dialoq yoxdur. Yəni təəssüf olsun ki, bu ciddi bir problemdir. Burada uşaq hüquqları, nə qədər vaxtımız qaldı Nərmin xanım? Ürəyiniz nə qədər istəyir? Burada uşaq hüquqları müdafiəçisi və aktivist Marian Edelmanın da çox yaxşı çıxışı var. Həyat üçün 7 dərs adlanır bu çıxış. Deyir ki, cəmiyyətin əxlaqi dəyərlərinin ən böyük sınağı onun uşaqlarla necə rəftar etməsidir. Çox önəmli mövzudur. Yəni bir cəmiyyətin əxlaqi dəyəri həmin cəmiyyətdəki insanların, ümumiyyətlə cəmiyyətin uşaqlarla rəftarından asılıdır. Yəni uşaqlara nə qədər dəyər veririk? Bu çox önəmli şeydir. Və bu hissəni oxuyacağam. Bu statistika ABŞ-yə aiddir. Bizim də özümüz düşünəkdə bizdəki vəziyyəti. Hər 10 saniyədə bir şagird məktəbi tərk edir. Hər 35 saniyədə çox yəni belə insan sarsıdan bir rəqəmlərdir. Hər 35 saniyədə bir körpə doğulur. Lakin hər 36 saniyədə bir uşaq baxımsız qalır və ya istismarla, zorakılıqla üzləşir. Səhiyyə sahəsində dünya lideri olduğumuza baxmayaraq, ölkəmizdə hər 41 saniyədə bir körpənin tibbi sığortasız doğulmasına göz yumuruq. Hər dəqiqə ərzində bir uşaq özü uşaq dünyaya gətirir. Və biz hər 3 saatda bir uşağın
odlu silahla öldürülməsinə biganə qalırıq. Gündə 8 uşaq hər 4 gündən bir ABŞ-də səssiz, davamlı qətliamlar yaşayırıq. Bilmirəm nə baş verməlidir ki, biz nəhayət hamılıqla ayağa qalxıb uşaqların odlu silahlarla qətlinə son qoyaq deyə çıxışında bir cümlə var. İşinizlə bağlı qayğı və qürur hissi keçirin. Öz şansınızı yaradın. Başqasının sizi kəşf etməsini və ya sizin üçün imkan yaratmasını gözləməyin. Biz ən çox yəni əslində çaşdıran, yanıldan şey budur. Bizə bir ki, biz yaxşı insanıq, ən bacarıqlı kimsə gəl bizi kəşf edəcək, belə bir qapı açacaq, elə gəl bura. Eləməyəcəklər. Hər şey olmayacaq, yəni özümüz Doğru, heç kim gəlməyəcək. Yox, özümüz qapını döyməliyik. Qapının bu gün bağlı olması sabah da bağlı olacağı demək deyil. İtələməyə davam edin, öyrənməyi və zehninizi inkişaf etdirməyi heç vaxt dayandırmayın, yoxsa geridə qalacaqsınız. Mən o hissəni sən o şey bilən onu unutmadan qayıdım oxuyacağam, unutacağam dəqiqə. Sonda ən çox nə xoşunuza gəlmişsə, onu mütləq səsləndirin. O hissə mənə çox xoşuma gəlmişəm ki, sizə də maraqlı olacaq. Kimin çıxışındaydı? Jeff Bezos'daydı. Jeff Bezos oldu. Amma siz oxuduqca Sərxan, mən daha çox məsələn motivasiya, düzdür, təbii ki, motivasiya da verir, sənin nəsə suallar da yaradır, amma daha çox düşündürür məncə bu kitab. Düşündürücü kitabdır, bəli, çox haqqında. düşündürücü kitabdır. Görüm o hissəni tapacağam, ümid edirəm ki. 90-cı səhifə, 90. Sərxan axtarır, biz də hamımız sakit qulaq asırıq ki, nə vaxt tapacaq. Bu işdən çıxmaqla bağlı qərar verir ki, mən işdən çıxacağam və öz şirkətimi quracağam. Və bunun müdürü bunu deyir ki, tələsmə, gəl, mənə deyir ki, mənə deyir, söhbətə dəvət elədi. Mənlə deyir, parkda uzun bir söhbət elədi. Söhbət Jeff Bezos'dan gedir. Bəli, söhbət Jeff Bezos'dan gedir. Mənə deyir ki, deyir, mənim dediklərimi diqqətlə dinlədi. Mərkəzi parkda uzun bir gəzinti apardı. Və dedi, bu həqiqətən yaxşı fikirdir, amma sənin onsuz da əla bir işin var. Bu ideya hazırda işi olmayan üçün daha münasib olar. Əslində doğru deyirdi. Sözündə məntiq vardı və bu məntiqlə məni qərar verməzdən əvvəl 48 saat düşünməyə razı saldı. Yəni müdürdür, bu işçisinə görünəcə dəyər verir də ki, istəmirsən, qapı açıqdır, belə söhbətlər olur biz zaten məsələn şeylərdə, idarələrdə, işlərdə işçilərin çox işçi var filan belə deyənlər olur. Təbii ki, dəstək verənlər də var, əminəm ki. Amma bu nə edir? Düşün, ofisdən çıxır, əməkdaşı ilə parkda uzun müddət gəzir, söhbətləşir, onu dinləyir, fikirlər və deyir ki, qərarı indi ver. O çıxmaqsa lap yaxşıdır, amma 48 saat özünə möhlət ver. Bir də düşün, bəlkə nəsə emosional davranırsan. Mənə çox təsir edir. Yəni bir də qarşıdakı Jeff Bezos'dur. Yəni onu itirmək istəmir hər halda. O bəli, yaxşı bir əməkdaşdır, amma indi o vaxt həmin anda hələ Jeff Bezos bu indiki Jeff Bezos da deyil. O da var. Yəni yaxşı əməkdaşdır, amma indiki qədər məşhur deyil axı o. Yəni adi bir əməkdaşdır belə baxanda, amma o ona nə edir? Dəyər verib, onu verib. Sonra burada məsəl üçün çıxışlardan mənim diqqət çəkənlərdən Tim Cook var və Elon Musk olan. Hərəsindən bir cümlə oxuyum, yekunlaşdıraq istəyirsə yavaş-yavaş, sona yaxınlaşırıq yəqin ki. Deməli 226-da. Ümumiyyətlə neçə çıxış oxumusunuz? 18, 30 çıxışdan hələ 18-ni bitirmişəm. Mənə ən maraqlı gələnlər ki, əvvələ saldım ki, daha şey olsun, təsirli olsun kitab mənim üçün. Amma belə oxuduq görürəm ki, hamısı yaxşıdır. Məsəl üçün Tim Cook deyir ki, bu cümlə çox təsirlidir. Təsirinizi layıqlarla deyil, toxunduğunuz həyatlarla ölçün. Populyarlığınızla deyil, xidmət etdiyiniz insanlarla fəxr edin. Daha sonra keçdik Elon Musk'a. Elon Musk'ın çıxışın adı 21-ci əsrin sehirbazları adlanır və o deyir ki, 21-ci əsrin sehirbazlarısınız. Heç nəyin sizi dayandırmasına imkan verməyin. Xəyal və təsəvvür heç bir sərhəd tanımır. Gedin və möcüzələr yaradın deyir. Bugün bizim danışdığımız kitab deməli 30 seçmə nitqdir. Həyatınıza istiqamət verəcək 30 seçmə nitq kitabı idi. Mən düşünürəm ki, bu kitabı oxuyanlar əminəm ki, ən azından bir nitqdən, bir cümlədən təsirlənəcəklər. Yox, daha çox. Siz oxuduqca çox düşündürücü, çox maraqlı kitabdır. Çox təşəkkür edirəm ki, Sərxan gəldiniz və bu haqqda bizi də məlumatlandırdınız. Sizə təşəkkür edirəm dinlədiyinizə görə.